Please quote your first comments about this match. Well, congratulations to my team, to all the players especially, because I think what they did today it was extraordinary to come to home of the best team in Azerbaijan, to champions, to participators in the Champions League group stages, and doing very, very good this season. I think it's also big respect for my players, especially for the second half. I knew that the game would be tough, but I think my players, showed the quality, the hungriness from the first minute. In my opinion, even in the first half, we were a better team. We had good spells of possession, we created moments, we had a penalty that we missed, but our reaction was absolutely top. Nobody went to negative emotions. We kept pushing, and I think we deserved that lead in the first half. Of course, then in the second half, the way it started, it's not easy to play here 50 minutes, with 39 against 11 against such a quality players, but the way we reacted, the way we closed the spaces, the way we tactically, I think it was an exemplary game that you can show I will do in academies or in the coaching courses. So congratulations again to my team, and now it's the time to, again, same, train tomorrow, recover. On Wednesday we have again a big game, and we're hungry, we want more, we want to experience the cup final again, second year in a row, and then there's still 5 games I think we need left, and this is what we need to go game by game and try to win the next one. İlk önce olarak ben bugün kanalımı tebrik etmek istedim. Xüsusilə oyuncularını tebrik edirəm. Əlbəttə, asan deyildi. Çox önəmli, çox güclü bir rəqibin meydançasında çox yaxşı bir komandanın Avroliqalar qrup mərhələsində çıxış etmiş bir komandanın meydançasında onlara qalib gəlmək həqiqətən də çox çətin idi. Böyük bir hörmət öz oyuncularına və mən deyə bilərəm ki, bugün biz bilirdik bizim üçün çox ağır, çox çətin bir oyun olacaq, amma birinci hissədə daha çox istəkli olan tərəf, daha çox istəklilərini həyata keçirən tərəf biz idik. Çoxlu gol fürsətləri yaratdı, penaltı oldu ki, penaltıdan yararlana bilmədik. İkinci hissə mənim komandanın verdiyi reaksiya çox xoşuma gəldi. Heç kəs negativ emosiyalara qatılmadı. Birinci hissədə düşünürəm ki, hesabda öndə olmağa layiq tərəf biz idik. Əlbəttə, ikinci hissə 50 dəqiqə oynamaq bu cür rəqibə qarşı çox çətindir, amma mənim oyuncularım necə reaksiya verdilər, necə bütün boşluqları bağladılar və rəqib heç nəyiyyətdə qalmadı. Düşünürəm ki, bu gün bizim göstərdiyimiz xüsusilə ikinci hissədəki oyun nümunəvi bir oyundur. Bunu hansısa bir akademiyalarda, hansısa məşqçilik kurslarında göstərilə biləcək bir oyundur. Yenə hər zamanki kimi dediyimi deyirəm, artıq sabahdan etibarən öz bərpa məşqlərimizə başlayacaq və çərşənbə günü bizi yenidən çox yaxşı böyük bir oyun gözləyir və yarımfinal oyununda yenə eyni rəqiblə qarşılaşacaq. Bilirik ki, hər iki komandanın böyük istəyi, böyük arzusu var bu oyunda. Biz də iki atlarla istəyirik ki, final təcrübəsi yaşayaq və bu oyundan sonra artıq çempionatda 5 oyunumuz qalacaq və yenidən biz oyun köklənərək bu oyunlardan qalib almaq istəyəcək.